ABŞ-nin Ukraynaya təklif etdiyi mineral ehtiyatlara və infrastruktura dair sazişin son versiyasının detalları məlum olub. Sazişin detallarını Fransanın Le Monde nəşri dərc edib. ABŞ faktiki Ukraynanın bütün resursları və infrastrukturu ilə bağlı hüquqların ona məxsus olmasını istəyir. Qeyd edilib ki, bundan əvvəl Vaşinqton Kiyevdən hərbi yardımların əvəzində 500 milyard dollar tələb edirdisə, sazişin son versiyasında məbləğ yer almır. Layihədə bildirilir ki, Ukraynanın ABŞ-yə ödəyəcəyi vəsait sonradan hesablanacaq və sazişə əlavədə əksini tapacaq. Sazişin son versiyası artıq həm də Ukraynanın bütün infrastrukturunu əhatə edir və layihədə Kiyevə hər hansı təhlükəsizlik zəmanəti əksini tapmır. Bundan əlavə Daily Telegraph yazıb ki, sazişin son versiyasında ABŞ Kiyevlə birgə yaradılacaq fond vasitəsilə bu ölkənin neft və qaz ehtiyatlarının yarısına, metal resurslarına və dəmir yolu, limanlar, kəmərlər və emal zavodları da daxil olmaqla infrastrukturun böyük hissəsinə nəzarət etmək istəyir. Vaşinqton həmin fondun müşahidə şurasının 3 üzvünü təyin etmək səlahiyyətinə malik olmaq niyyətindədir. Bundan əlavə ABŞ-yə minimum 100 milyard dollar ödənilənə qədər Ukraynanın bütün gəlirlərinin Vaşinqtona verilməsi istənilir. Kiyev ABŞ-yə borcunu qaytardıqdan sonra gəlirlərin 50%-ni ala biləcək. Ukraynanın təbii resurslarına və infrastrukturuna nəzarət edən fond ABŞ-nin Delaware ştatında qeydiyyatdan keçməlidir. Sazişin son versiyasına görə Vaşinqton Ukraynanın resurslarının üçüncü ölkələr satışına veto qoymaq və ölkənin dövlət qurumlarının hesablarını yoxlamaq imkanına malik olmaq da istəyir.